Nanoplastik okeandakı plastik tullantıların parçalanmasının son mərhələsidir. Bu xırda hissəciklər ilkin plastik materialın polimer quruluşunu qoruyub saxlayır, lakin kiçik ölçülərinə görə yeni xüsusiyyətlər əldə edirlər. Məsələn, onlar asanlıqla canlı orqanizmlərin toxumalarına nüfuz edə, bioloji bariyerləri aşa, dəniz ekosistemlərinin qida zəncirlərinə daxil ola və orqanizmlərin toxumalarında toplana bilər. Plastik tullantıların yüksək konsentrasiyada toplandığı ərazilər plastik şorba adlanır. Axı biz məhz bu şorbadan danışırdıq. Əvvəllər termosumuzda təmiz dəniz suyu var idi. İndi isə orada plastik şorba mövcuddur. Burada vacib bir sual yaranır. Suda nanoplastikin artması onun istilik xassələrinə necə təsir edir? Gəlin 1950-ci ildən bəri istehsal olunan plastiklərin müxtəlif növlərinə, okeandakı makroplastiklərin ümumi miqdarına və dünya okeanının temperatur dəyişikliyinə dair qrafiklərə nəzər salın. Baxın, onların hamısı eyni anda və həndəsi silsilə ilə artır. Bu sizcə plastik tullantıların okeanın istiliyi saxlama qabiliyyətinə ciddi təsir göstərdiyini bildirmirmi? Mikroplastik özünə məxsus tərkibinə görə xüsusi bir xassəyə malikdir. O, okeanın istilik keçirmə qabiliyyətini pozur. Okeanın bu funksiyasının pozulmasının əsas səbəbi antropogen amildir. Daha dəqiq desək, bizim yaratdığımız və indi okeanın hər yerində olan plastikdir. Nəticədə okean artıq istiliyi xaric etmək əvəzinə planetimizin istiliyini saxlayan bir isti yorğana çevrilib. Halbuki yer kürəsinin hazırda təcili soyumağa ehtiyacı var.